Paxlavanın, şəkər buranın, badam buranın içliyi qalıbsa, baxın belə qəşəng dadlı peçenya hazırlaya bilərsiniz. Evdə içliyim qalmışdı. Şəkərlə badamdı. Yəni fərq eləmir, nə içlik varsa, qozla, fındıqla istifadə edə bilərsiniz. Üzərinə tökürəm kakao. Kakaonla qatışdırıram. 2 yumurta əlavə edirəm, ağlı sarılı. Əridilmiş kərə yağı əlavə edirəm. Kim istəsə duru yağı da istifadə edə bilər. Qatışdırıram, qəşəng yaxşıca. Soda da, qabartma da əlavə etmirəm. Və bunun da belə bir massa alınır. Onun da üzərinə un tökürəm. Baxın, xəmir belə olmalıdır. Bu şəkildə. Tam bərk olmur. Plastilin kimi, yəni yapışmır. Baxın, yapışmır. Bu qədər götürürəm. Top şəklinə salıram. Baxın, yapışmır. Belə, qəşəng yumru toplar eləyirəm hamısını. Evdə damla şokoladınız varsa, üzərinə biraz damla şokoladı qoyun. Həm dadlı olur, həm də ki görünüşü gözəl olur. Yəni qoz fındıq da edə bilərsiniz. Fərq eləmir. Sadə də saxlaya bilərsiniz. Zövqünüzə görə. Oy. Yox da. Bu qədər. Asan, rahat. Aparam sobaya 180 dərəcədə yandırmışam. İsti olsun. 15 dəqiqəyə hazır olacaq inşallah. Çox gözəl görsənirlər. Peçenyələrim hazır oldu. Baxın nə qəşəngdir. Rahat çıxır. Hazır oldu. Siz də hazırlayın. Nuş olsun. Baxın içi də qəşəng pişib.